bu mövzu o qədər həssas mövzudur ki, yəni ola bilər ki, çox gözəl bir görüntü alarıq, amma hətta kör olma ehtimalımız da var. Edirlər amma. Edirlər. Siz özünüzə hansı kosmetoloji proseduru heç vaxt rəva görməzsiniz ki, bu olmaz? Heç bir halda ilk seansda mən 2 qram dodaq dolğusu ümumiyyətlə işləməmişəm. Kosmetoloqa yaxınlaşarkən pasiyent necə başa düşməlidir ki, o aldadılmır? Qırışlar əgər çox erkən yaranmağa başlayıbsa, bu zaman demək ki, dəridə kollagen ifrazı azalıb. 3 il əvvəlki insandan artıq 3 il sonraki insan arasında yerlə göy qədər fərq var. Hətta ailə üzvü belə tanımır. Yəni belə bir absurd hallarla da qarşılaşırıq. Hər dəriyə və hər üzə botoks və yaxud da dolğu uyğundurmu? Salam. Sağlıq saatına baxırsınızsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı kosmetolog Gültekin Eyvazovadır. Salam Gültekin xanım, xoş gəlmisiniz. Ümid edirəm ki, sizin bu proyektiniz çox uğurlu alınar və məlumatlandırıcı, maarifləndirici videolarınız çox olar. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə onsuz da bildiyimiz kimi bu kosmetologiya sahəsinin biraz başı bəlalıdır. İşini yaxşı bilməyən həmin o kəslər səbəbindən ümumiyyətlə bu sahəyə biraz yanaşma skeptikdir. Hamı şübhəli yanaşır ki, gedərəm birdən kosmetoloqun yanına, fəsadları ağır olar və ondan sonra geri dönüş olmaz. Ümumiyyətlə hal-hazırda Azərbaycanda pasientlər sizin yanınıza ən çox hansı prosedurlarla müraciət edirlər ki, mənim üzərimdə, mənim dərimdə bu dəyişikliklər olsun və hər dəriyə və hər üzə botoks və yaxud da dolğu uyğundurmu? Belə deyək, ilk öncə gənc xanımlarımızın yaş ritualı var. Bunlar hansı ki, üzlərində ilk sızanaq, dəri ləkələri ilə üzləşdiyi zaman müraciət edirlər. Dəraltı sızanaqlar, çünki müəyyən bir dövrlərdən keçirlər, stres yaşayan zaman ilk dəri səpkiləri ilə üzləşirlər, müxtəlif dəri xəstəlikləri çox olur. Bu zaman müraciət edənlər çoxdur. Bundan əlavə, orta yaş intervalı da yetər qədər müraciət edir, amma ən çox 45-50 yaşa keçəndən sonra xanımlarımız müraciət etməyə başlayır. Hansı ki, qırışlar artıq çox dərinləşib, üzdə çökmələr müəyyən edilib, üz quruluşu artıq gənc görünüşünü tamamilə itirib və bu zaman müraciət edirlər. Hansı ki, bu qüsurları aradan qaldırmaq üçün. Amma bu zaman belə bir nüans da var. Mən bir çox pasiyentimə müraciət edirəm və belə bir tövsiyə edirəm ki, hər zaman bu qırışlar, bu çökmələr meydana gəlməmişdən öncə dəri sağlamlığına və dəri quruluqmu deyim, kollagen ifrazını itirməsi mi deyim, artıq müxtəlif günəş şüalarına yaranan ləkələri aradan götürmək üçün daha erkən yaşlarda bu kimi proseslərlə artıq müraciət etsinlər. Biz bunun qarşısını almağa çalışaq. Çünki artıq, məsələn, 60 yaşdan sonra botoks istədiyimiz kimi nəticə verməyəcək. Botoksu tutmayacaq və pasiyent bu zaman mən botoks elətdirdim, tutmadı deyə bir bildiriş gələcək. Bu isə tamamilə normal haldır. Çünki o yaşda artıq bir çox prosedurda istədiyimiz nəticəni almağımız mümkün deyil. Ona görə də onların üzlərində xoşa gəlməyən nüanslar yarandığı zaman erkən müdaxilə olunsun ki, biz də daha mükəmməl nəticə verə bilək pasiyentlərimizə. Əslində bir çox hallarda məcburiyyət olan pasiyentlərimiz də olur. Hansı ki, üzünün müəyyən bir yerində çökmə yaşayıb, bu artıq qüsur kimi görünür. Çünki mən özüm də, əgər üzdə bir qüsur varsa, bunu aradan götürməyin tərəfdarıyam. Çünki o artıq gözəl görüntü vermir. Nəinki xanımlarda, hətta bəylərdə də. Bəzən müxtəlif qəzalardan sonra yaranan üzdə defektlər olur, müəyyən çökmələr, yara izləri, üzün bir tərəfində yaranan müəyyən bir iz qalır. Bunlar artıq təbii ki, məcburiyyətdir və bu çox təbii haldır ki, bu zaman xəstələr müraciət edirlər bunu aradan götürmək üçün. Bəzi hallarda isə təbii ki, tamamilə pasiyentin istəyidir. Çox gözəl üz quruluşuna malik qızlarımız gəlir. Həqiqətən də heç bir nöqsan yoxdur üzündə. Çox gəncdir, üzü çox, hər şey çox qaydasındadır. Burun, dodaq, üz, amma yenə də pasiyent narazıdır. Daha həcmli dodaq istəyir, daha qüsursuz burun, daha sərt çənə ovalı istəyir. Bu zaman təbii ki, mən öz fikrim olaraq nəyin ehtiyac olub-olmadığını bildirirəm, yenə də pasiyentin öz seçiminə qalır. Deyək ki, pasiyentlər yanınıza gəlir, hər hansısa bir proseduru seçərək, deyək ki, botoks, dolğu və yaxud da üz gərmə falan. Bundan öncə siz həmin pasiyentə hansı testləri və analizləri verilməsini məcbur
görürsünüz və onlardan istəyirsiniz. Məsələn, bu ola bilər dərinin quruluğu və yaxud allergiya testləri və s. Və bu kimi testlər mütləqdirmi və hal-hazırda sizcə bütün kosmetoloqlar, yəni bir çox kosmetoloq bu testləri tələb edirmi? Pasientlər yaxınlaşan zaman məcburi olaraq mütləq ki, pasient haqqında bir blank hazırlanır. Orada müxtəlif xəstəliklər qeyd olunub. Onkoloji xəstəliklər, xroniki allergik reaksiyalar, müxtəlif qan xəstəlikləri, hər hansı dərman vasitələrinə qarşı olan pasientin həssaslığı, təbii ki, bunlar geniş şəkildə sorğu-sual edilir. Əgər bunların hər hansısa birinə pasientdə əks göstəriş varsa, bu zaman ümumiyyətlə bizim pasientimiz həmin prosedura alınmır. Sadəcə sorğu-sual edilir, yoxsa analizlər tələb olunur? Yəni biri var məsələn istəyirsə ki, sizdə məsələn allergiya varmı? Adam bu proseduru çox etdirmək istəyir. Ona görə yalan danışaraq deyir ki, yox məndə narahat olun, allergiya yoxdur. Sonradan fəsadlar üzə çıxır. Artıq orada siz biraz pis vəziyyətə düşmüş olursunuz. Ona görə də yəni önləm tədbiri almaq üçün öncədən testləri məcbur edirsiniz ki, yox bu analizləri gətir ondan sonra. Təəssüf ki, istəsək də pasient məsələn mən bir dolğu elətdirəcəm, ona müxtəlif analizlər qeyd etsəm, gedin bunu hansısa klinikada eləyin gəlin. Təbii ki, bunu heç bir pasient artıq etməyəcək. Təbii ki, nadir hallarda da olsa bu pasiyentə hər hansı bir əks təsir verə bilər və bunun üçün də əks təsir verdiyi zaman bir müalicə edilir. Amma bundan geriyə qalan dolğu və botoks problemləri üçün adətən pasiyentlərimizdə heç bir risk daşımayan dərmanlardan istifadə edilir. Buna görə də bir fəsadla qarşılaşmırıq. Hal-hazırda danışdığımız bu kosmetologiya fəsadları mövzusunda belə bir sual vermək istəyərdim ki, bu prosedurların fəsadları hansı hallarda ortaya çıxır? Mən öz araşdırmalarıma görə belə bir bulğulara gəlib çıxmışdım ki, sıx və düzgün planlaşdırılmamış prosedurlar dəri nazilməsinə, sonra mimikaların hətta itməsinə və dəridə süni bir görünüşün ortaya çıxmasına gətirib çıxar. Hətta düzgün dozada olmayan və intervalda olmayan botoks prosedurlarında hətta mimiklərin tamamilə itməsinə belə gətirib çıxara bilər. Siz bu hallarla necə mübarizə aparırsınız? Yəni çünki bildiyim qədərilə bu aşağı yuxarı bir zərgər işi kimi bir şeydir. Yəni zərgər dəqiqliyi ilə yeridilməlidir ora. Həmin o preparatlar bu prosedurlarda qarşıda gələcəkdə ümumiyyətlə fəsadlar üzə çıxmasın deyə hansı önləmləri alırsınız əvvəlcədən? Öncəliklə hər prosedurun bir limiti var. Bir aralığı var. Əsasən botoks proseduru 6 ay, 8 ay aralığında pasiyentə icra olunur. Bəzən olur ki, bəzi pasiyentlərimiz var ki, xırda bir əzələ boşalması nəticəsində yenidən müraciət edir ki, bir daha yeni bir prosedur. Təbii ki, bu hallarda bu proseduru tətbiq etmək düzgün deyil. Çünki həqiqətən də sıx, ara məsafəsi zaman intervalında sıx edilən botokslar dəri incəlməsinə səbəb olur, əzələ tamamilə üzdəki əzələ quruluşunu dəyişməyə səbəb olur və bir müddətdən sonra artıq botoks preparatı orada tutmayacaq və həmin almaq istədiyimiz nəticəni almayacaq. Ona görə də və yaxud da ki, dolğu prosedurları. Ən çox da dolğu prosedurlarında zaman aralığı deyil də birdən-birə çox işlənən dolğular. Məsələn, bir üzə 2-3 qram kifayət edirsə, bir prosedur zamanı daha çox miqdarda dolğu ora inyeksiya edilərsə, bu zaman üzdəki görüntünü tamamilə itirmiş oluruq. Pasiyentimizdə süni bir görüntü yaranır və bir müddət sonra artıq çökmə prosesləri yaranır və həmin üzdə daha dəyişik bir görüntü alırıq. Buna görə də pasiyentlərə hər zaman məsləhət görürük. Prosedurların aralığını həkim hansı intervalda məsləhət görürsə, o zaman elətdirsinlər və birdən-birə dolğu qramlarını çox etməkdə bir məsləhət deyil. Çünki üzdə tamamilə süni bir görüntü yaranır sonra. Bəs məsələn deyək ki, pasiyent gəlir ki, məsələn mənim dodağıma, nə bilim, 2 qram və yaxud da 3 qram dolğu eləyin, amma siz ona baxıb özünə bildirirsiniz ki, məsələn, yox, sizə 1 qram tamamilə kifayətdir, yetərlidir və 1 qramdan sizin istədiyiniz o gözəl görüntünü əldə edəcəyik. Amma pasiyent deyir ki, yox, mən istəyirəm ki, 3 qram olsun, mən istəyirəm müəyyən o trendlər var da, bu Russian lips falan, dodaq formaları falan ki, mən sırf istəyirəm o formada olsun və bunun üçün də, məsələn, deyək ki, mənim rəfiqəmdə 3 qramdır, məndə 4 qram olsun kimisindən biraz bəhs mövzuları da var, bu cəmiyyət mövzuları daha çox. Sosial media ilə olan bu. Biraz həmçinin o sosial mediada görürlər, deyirlər ki, yox, məndə də belə olsun, amma bildiyim qədərilə bu fərdidir. Yəni, üz quruluşu hamıda və dəri quruluşu hamıda fərqli dəri strukturu. Bunun üçün də, yəni, kimdəsə gördüyü qəlbəsində özünü istəməməlisən. Bu çünki absurd səslənir. Bu hallarda siz necə davranırsınız? Məsələn, deyək ki, dediyim kimi, siz 1 qram məsləhət görürsünüz, amma gəliblər, yox, bu 3 qram olmalıdır. Heç bir halda, mənim bütün pasiyentlərim bilir, heç bir halda ilk seansda mən 2 qram dodaq dolğusu ümumiyyətlə işləməmişəm bu zamana qədər və çünki bu tamamilə yanlış bir
prosedurdur. Əgər pasiyent hər hansısa bir dodaq formasını gətirirsə ki, bu onun haqqıdır ki, mən bu formada istəyirəm. Bu zaman üzün anatomik quruluşunu, dodağın anatomik quruluşunu nəzərə alaraq onda təxmini hansı nəticəni alacağımı bildirirəm. Bundan əlavə isə ona izah edirəm ki, lap mənim səhifəmdən götürülmüş bir iş olsun, fərqi yoxdur və yaxud da ki, digər bir sosial media şəkli olsun, bunun heç bir fərqi yoxdur. Və mən ona o halda bildirirəm ki, bu bir neçə seansın nəticəsində alınan formadır. Yəni bu pasiyent 1 il ərzində 2 dəfə gəlib, 2 il ərzində artıq 4 qram tətbiq olunub bu nəticəni almışıq. Yəni heç bir halda prosedura sadəcə dodaq dolğusundan gedir burada söhbət. Heç bir halda dodağa 2 qram dolğunu eyni gündə tətbiq edilmir. Minimum ay yarım aralıqla növbəti korreksiya zamanı istəyərsə korreksiyada biraz daha əlavə edərəm. Amma pasiyent həcmli dodaq istəsə belə maksimum 1 qram dodaq dolğusu ilə işləyirik. Təbii ki, amma burada üz və çənədə dəyişir. Çünki üz nahiyəmizdə dolğular 2 qram, 3 qram, full face prosedurlar deyirik, mini full face prosedurlar deyirik. Bu zaman daha çox qram gedə bilər, bu təbii haldır. Amma dodaq nahiyəsinə birdən-bir 2 qram dolğu bir prosedur eyni gündə işlənmir. Həmçinin kosmetoloji prosedurlar bildiyim qədərilə müəyyən bir psixoloji asılılıq formalaşdırır insanda. Fizioloji deyə bilmərəm tam olaraq, elə onu sizdən soruşacağam ki, ümumiyyətlə kosmetoloji prosedurlar hər hansı bir fizioloji və yaxud da psixoloji asılılıq yaradırmı? Çünki yəni bəzi insanlar var ki, artıq məsələn 1-2 prosedurdan sonra artıq hər güzgününə keçdikcə artıq hər dəfə özlərində bir nöqsan axtarırlar. Yəni belə deyim, özündə bir xəstəlik axtarmaq xəstəliyi kimi bir şeydir bu da. Ki yəni nöqsan axtarır ki, yox, məndə buramda da biraz var, nəsə, məsələn batıq var, burada bir dolğu əlavə elətdirim və belə ardı arası kəsilmir. Bir də baxır ki, artıq həmin üz quruluşu, deyək ki, 3 il əvvəlki insandan artıq 3 il sonraki insan arasında yerlə göy qədər fərq var. Hətta ailə üzvü belə tanımır. Yəni belə bir absurd hallarla da qarşılaşırıq. Bu mövzuda, asılılıq mövzusunda bu bir mifdirmi, yoxsa həqiqətən də psixoloji asılılıq yarada bilərmi? Prosedurlar ümumiyyətlə heç bir halda düzgün seçilmiş dərmanlar və düzgün intervalda işlənmiş prosedurlardan söhbət gedir. Fiziki asıllıq yaratmır. Çünki botoks 6 ay sonra keçdi, pasiyentin təbii ki, öz arzusudur. Daha əgər o 6 ay ərzindəki görüntüsünü bəyənməyibsə, yenidən elətdirməyə bilər. Hialuron turşusunu, yəni dolğuların zamanı keçir. Dolğular tədricən zaten bu bədənimizdə olan maddədən olduğu üçün bu tədricən bədənimizdə artıq formalaşandan sonra, forması əvvəlki halını, həcmi əvvəlki halını itirəndən sonra pasiyent istəmərsə, təbii ki, heç bir halda məcburiyyət yaratmır ki, bu proseduru yenidən etməlisən. Çünki o qırışının getdiyi halı, o üzündəki həcmi, gənc görüntünü, istədiyi görüntünü alandan sonra təbii ki, psixoloji hər bir xanımda o asıllıq yaranır. Çünki istəmir artıq güzgü qarşısında qırışları olsun, üzündəki o həcm itmiş olsun. Çünki artıq o özünü o cür bəyənir. Və onu yenidən bu fikirdən döndərmək çox çətin olur. Amma biz bəzən pasiyentlərimizə ən çox məsləhət gördüyüm bir şey də var ki, biz daha çox dolğu və yaxud da ki, botoks əvəzinə, əsasən də gənc yaşda gələn xanımlar, qırışlar əgər çox erkən yaranmağa başlayıbsa, bu zaman demək ki, dəridə kollagen ifrazı azalıb, dəri quruluğu çoxdur. Dəridə əgər sızanaqlar, qırışlar, bu kimi hallar çoxdursa, dəri müalicəsinə daha çox yönəlmək lazımdır. Yəni birdən-birə bu süni görüntünü almaqdansa, çox gözəl olar ki, dərimizin sağlığına, sağlamlığına, rənginə, tonuna, sıxlığına diqqət edərək dəri müalicəmizi etdikdən sonra bu tip prosedurları etmək zaten asandır. Yəni nə çox zamanımızı alır, effektini də anında görürük. Bu zaman ona görə əsasən də gənc qızlar yaxınlaşanda daha çox o tip prosedurlara yönəltməyə çalışıram. Çünki bəzən olur, hətta 19 yaşında qızlar belə yaxınlaşır ki, botoks eləyək, qırışlarım çoxdur. Bu zaman daha çox onlara uyğun prosedurlar mən məsləhət görürəm, etməyə çalışırıq ki, çoxu da razılaşır. Ondan sonra təbii ki, yenə üzündə olan hər hansı bir narazılığı aradan götürmək bu bizim işimizdir. Yəni pasiyentin də və həkimin də ortaq qərarı olmalıdır bu işdə. O zaman asılılıq yaradır. Psixoloji asılılıq yaradır. Psixoloji asılılıq yaradır. Çünki heç kim özünü əvvəlki halından qırışmış, üz həcmini itirmiş görmək istəmir təbii ki. Bildiyim və gördüyüm qədərilə sizin özünüzdə də, hətta özünüz özünüzə tətbiq etdiyiniz bəzi kosmetoloji prosedurlar olub. Bəs siz özünüzə hansı kosmetoloji proseduru heç vaxt rəva görməzsiniz ki, bu olmaz? İlk öncə
Burun əməliyyatı ki, məndə də burnum əməliyyatdır. Burun əməliyyatlı olan yəni əməliyyat olunmuş burunlarda dolğu icra etmək doğru deyil. Bu mövzu o qədər həssas mövzudur ki, yəni ola bilər ki, çox gözəl bir görüntü alarıq, amma hətta kör olma ehtimalımız da var. Edirlər amma. Edirlər, hə, amma mən əməliyyat olunmuş burunlarda dolğu icra etməsinə tamamilə qarşıyam. Dediyim kimi, gözəllik əldə edə bilərik, amma nəticəsində kör də ola bilərik. Ona görə bu yanlış bir prosesdir. İkinci növbədə süd vəzi dolğusu, hansı ki, bədən dolğuları istifadə olunur. Bədənin digər bölgələrinə icra etmək uyğun olsa da, süd vəzi dolğularını ümumiyyətlə icra etmək doğru deyil. Gələcəkdə analıq fəaliyyəti. Gələcəkdə bəli, tamamilə başqa bir nüanslara gətirib çıxara bilər və çox ciddi fəsadlarını görə bilərik. Bundan sonra isə özümə icra etməyəcəyim, nəinki özümə, heç bir pasiyentimə bundan öncəki suallarda da bu nüansı çatdırdıq ki, heç vaxt bir seansa 2 qram dodaq dolğusu işləmərəm. Nə özümə, nə pasiyentlərimə. Yəni bu Amma işləyirlər də, yəni bu dövrdə təbii ki, işləyirlər. Yəqin ki, maddi baxımdan deyim və yaxud da ki, pasiyenti razı salmaq baxımından deyim. Biz qorxmur, yəni bu fəsadı, yəni birdən o qədər diş saxı olmaz, yəni olmaz. Bu fəsadı sonra gəlib gətirib nəyə çıxarır? Mən çox görmüşəm bu fəsadları. Mənim telefonumda bir neçə şəkillər var. Dodaq. İlk dəfəyə 2 qram dolğu işlənmiş dodağın fəsadları, hansı ki, dodaqda artıq dolğu irinlənmiş formada atır, iltihablanma proseduru gedir. Ona görə də yəni heç vaxt etməyəcəyim prosesdir. Bir seansa adətən ki, yarım 0,6 işləyirəm, 0,7 işləyirik, korreksiya üçün də saxlayıram, amma təbii ki, çox həcimsizdirsə dodaq, bəzən 1 qram gedir, amma 1 qramdan artıq heç bir halda məsləhət görmürəm, özümə də icra etmərəm, pasiyentlərimə də icra etmərəm. Bir də bu kosmetoloji prosedurlardan sonrası var ki, hansı ki, pasiyentlər çox vaxt özlərində heç bir günah görmürlər, hər şey kosmetoloqdan asılıdır, amma dərk eləmirlər ki, bu prosedur kosmetoloq tərəfindən olundu, sonradan sən özün də evdə müəyyən o deyilən müddəalara, müəyyən qaydalara riayət eləməlisən ki, bunun sonradan görüntüsü pozulmasın və yaxud da fəsadları ortaya çıxmasın. Prosedurlardan sonra ümumiyyətlə evdə dəriyə qulluq necə olmalıdır və siz normalda öz pasiyentlərinizə hansı məsləhətləri və hansı tövsiyələri verirsiniz? Tövsiyələrdən əlavə zaten danışıq əsasında pasiyentlərimizə izahlar verilir ki, prosedur nədir, necə icra olunur və siz evdə buna necə qulluq etməlisiniz. Bundan əlavə yazılı şəkildə və onlayn şəkildə bütün pasiyentlərimizə məlumat gedir, yazılı isə blanklar verilir, hansı prosedurlar zamanı nələri etmək olmaz. Məsələn, pasiyentə mütləq şəkildə bu rica olunur ki, botoks prosedurundan sonra 6 saat yatmaq, üz üstə yatmaq, başı aşağı əymək, 24 saat ərzində spirtli içki qəbul etmək, hamam, sauna, fitness bunların heç biri olmaz. Çünki başı aşağı əyən zaman burada botoks zaten maye halında olan bir preparatdır və bu axma baş verə bilər. Əzələ, mən başqa bir əzələyə vurmuşam və bu zaman axmanda əzələ yerini dəyişə bilər və bu zaman qəti qadağandır ki, pasiyent üz üstə yatmamalıdır, başını aşağı əyməməlidir, özünü istidən qorumalıdır. Bu kimi hallarda bəli, biz bəzən olur ki, qarşılaşırıq və yaxud da ki, dodaq dolğusu zamanı biz neçə nüans tapşırılır, amma buna riayət edilmədiyi halda dodaq əyilməsi, bir tərəfin çökməsi, qaynar çay içmək olmaz deyirsən, bəzən buna əməl etmirlər. Belə deyək də, səthi yanaşırlar ki, yəqin ki, heç nə olmaz. Əsas həkim işidir, onu orada düzgün görməlidir. Amma bu bizim işimizdən də əlavə, çünki mən bunu edilmiş və 10-15 dəqiqə ərzində bu prosedur icra olunur və sən artıq günlərlə sən ona baxmalısan. O prosedurun yerinə, təmizliyinə riayət etməlisən. Məsələn, üzünü xlorgeksidindən sil deyirik, ora bir mikrob düşməməlidir, bakteriyadan qorumalıyıq. Biz təbii ki, öz üstümüzə düşəni bütün estetik mütəxəssislər olaraq edirik. Amma ev üçün pasiyentlərin baxımı bu mütləqdir. Ortaq olaraq demək olar bütün prosedurlarda, yəni üz nahiyəsində gedən bütün prosedurlar üçün ortaq olaraq hansı tövsiyələri verə bilərsiniz buradan? Ki, məsələn, bunu mütləq eləməyin. Yay ayları zamanı özlərini günəş şüalarından qorumağı, hamam, sauna, fitness, bu demək olar ki, bütün prosedurlara əks göstərişdir. Spirtli içkilər, siqaret, bunlar bütün prosedurlara demək olar ki, əks göstərişdir. Əsasən burun dolğusu zamanı eynək taxmaq, bu çünki fiziki bir müdaxilədir və bu zaman bizim etdiyimiz formanı
tamamilə dəyişə bilər. Ən çox da botoks zamanı bütün pasientlərin etməsi gerəkən odur. Yenə dediyim kimi baş aşağı əmək olmaz, üz üstə yatmaq olmaz və iynə yerlərində toxunmaq da ümumiyyətlə məsləhət deyil. Çünki hər hansı bir bakterioloji mühitdən biz oranı qorumağa çalışırıq. Yay mövsümü başlaması ilə əlaqədar ümumiyyətlə dərimizi necə qorumalı və hansı kosmetoloji prosedurlardan uzaq durmalıyıq? Çünki bildiyim qədərilə, yəni normal olaraq yayda günəş şüaları, daha çox ultrabənövşəyi şüalar əks etdirdiyindən dolayı özdə bəzi dərin kimyəvi peelinglər və lazer prosedurlar çox vaxt kosmetoloqlar tərəfindən tövsiyə olunmur. Və siz bu barədə nə deyə bilərsiniz? İlk öncə istər yay, istər qış mövsümündə pasientlər ən çox diqqət etməli olduğu nüansı dərinin təmizliyidir. Məsələn, makiyajla yatmamalı, makiyaj etməyibsə belə çöldən evə daxil olarkən müxtəlif vasitələrlə üzünü yumalı. Dəri, çünki poralar mütəmadiyyən təmiz saxlanılmalıdır. Bu zaman ləkələr də daha az olacaq, qırışlarımız da daha az olacaq və daha təbii bir görüntü alacaq, daha parlaq dəriyə malik olacaq. Bundan əlavə, yay mövsümün başlaması ilə əlaqədar mütləq şəkildə bütün pasientlərimiz SPF-lərdən istifadə etməlidir. 80 plus faktor. Çünki payız və yaz aylarında, hətta qış ayında belə faktorlar daha aşağı ola bilər. 30 plus, 50 daha yüksək, amma yay aylarında mütləqdir ki, 80 və 100 faktorlu SPF-lərdən bütün pasientlərimiz istifadə etməlidir. Makiyajdan öncə, günəşlənərkən, sosial gündəlik həyatlarında bu istifadə edilməsi məcburidir. Bundan əlavə, hansı prosedurlar tamamilə qadağan olunur yay aylarında? Dərin və cərrahi peelinglər ümumiyyətlə icra edilməməlidir. Müxtəlif yeni belə deyək, trend olmuş prosedurlar var. Altın iynə kimi, dermapen kimi, bu kimi prosedurlar artıq tamamilə dayandırılmalıdır və günəş şüalanmasından həmən sonra lazerə müraciət edən pasientlərimiz olur. Bu zaman dəridə ciddi yanıqlarla üzləşirik ki, mənə çox müraciətlər gəlir. O yanıqlardan sonra yenə estetik mütəxəssislər məşğul olur o problemlərlə. Bunlardan tamamilə uzaq durmaq lazımdır. Çünki artıq yay mövsümünə qədər peelinglərini və lazer prosedurlarını yekunlaşdırmalıdır pasientlərimiz. Son olaraq belə bir sual vermək istəyirdim ki, buradan izləyicilərimiz də həmçinin buradan bir özlərini ölçü götürsünlər ki, ümumiyyətlə kosmetoloqa yaxınlaşarkən, çünki bildiyimiz qədərilə bunu öncədən də danışdıq ki, ölkədə nə qədər çox kosmetoloq var və peşəkar olub olmamasını seçməkdə biraz artıq insanlar çətinlik çəkirlər. Kosmetoloqa yaxınlaşarkən pasient necə başa düşməlidir ki, o aldadılmır? Yəni, məsələn, kosmetoloq ondan məcburi hansısa bir analiz nəticələrini istəməlidir, yoxsa onunla belə deyim, onunla arasında olan ünsiyyət hansı məcrada irəliləməlidir ki, artıq pasient anlasın ki, yox, bu məni aldatmır, bu həqiqətən də peşəkardır işinin. İstər pasientlərimiz mənə və yaxud da ki, digər estetik mütəxəssislər, bunun heç bir fərqi yoxdur. Müraciət edən zaman mütləq həkim və pasient xəstə arasında bir dialoq olmalıdır. Yəni, konsultasiya dediyimiz o ki, hissə var. Bu mütləqdir. Çünki bəzi hallarda pasient yazılıb və anında prosedura başlamaq deyə bir şey olmamalıdır. Çünki pasientdən soruşduğumuz müəyyən xəstəliklər var. Ola bilər, pasient deyə bilər ki, bu məndə yoxdur. Amma bu zaman əgər varsa, həkim buna şübhələnirsə ki, bu pasient doğru mu dedi, bunu gizlədirmi, bu zaman mütləq onda yaranacaq əks göstərişləri ona izah etmək lazımdır. Ki, yəni, məsələn, varsa bu kimi hallarla qarşılaşa bilərik. Yəni, varsa deyin və biz də ona uyğun bir işləm aparaq sizin üzünüzdə və yaxud da ki, bədən prosedurlarından heç bir fərqi yoxdur. Bundan əlavə, pasientlər mütləq onlara icra edilən preparatlar onların gözü önündə açılmalıdır. Hər preparatın daxilində hamısının sertifikasiyası üzərində dərmanın bitmə tarixi, istehsal olunan ölkəsi və Səhiyyə Nazirliyi tərəfindən sertifikasiyadan keçmiş dərmanlar olduğunu bildirən onlara kiçik bir pasportmu deyək, yəni bir kağız sənədimi olur hər birinin üzərində. Bu mütləq pasiyentə təqdim olunmalıdır. Çünki pasiyent bu prosedurdan sonra başqasına müraciət edərkən və yaxud da ki, evdə özü internet üzərindən araşdırma apararkən mütləq bu ona lazımdır. Bundan əlavə digər preparatlar dolğu deyilsə, məsələn, botoksdur və yaxud da başqa bir prosedurdur. Bu zamanda həmin dərmanların sertifikasiyadan keçdiyini göstərən sənədini istəyə bilər və həkimin tibbi savadının olub-olmamasını öyrənməlidir. Və dediyim kimi, ən böyük nüans da odur ki, pasient həkim arasında
bir neçə dəqiqə də olsa mütləq ki bir dialoq olmalıdır, konsultasiyası olmalıdır. Onun istəkləri nəzərə alınmalıdır. Sənin ona dediklərini əks göstərişin varsa, onları deməlisən. Bundan əlavə onun xəstəliklərini nəzərə almalıyıq və onun prosedurlardan sonra evdə icra edəcəyi nüanslar ona tam və dəqiq şəkildə çatdırılmalıdır. Bu zaman pasient və həkim arasında güvən yaranır və prosedurda daha təhlükəsiz və daha gözəl nəticə ilə sonlanır. Çox sağ olun Gültəkin xanım, bugün gəldiniz və peşəkar olduğunuz bu sahədə mənimlə həmsöhbət oldunuz. Bu dəyərli məlumatları bizim izləyicilərlə bölüşdüyünüz üçün bir daha sizə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı bir söhbət oldu və ümid edirəm ki, daha irəlidə daha maraqlı söhbətlərimiz olar. Sağlıq Saatının bugünkü qonağı kosmetoloq Gültəkin Eyvazov oldu. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu like etməyi və şərh bölməsində bizimlə fikirlərinizi bölüşməyi unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.